15 Mart buraxılış imtahanı 32-ci sualın izahını dinləyək. Gedib xaricdə təhsilini artırar cümləsində nöqtələrin yerinə hansı cümlələr yazılsa mürəkkəb cümlə alınar. Mürəkkəb cümlə olması üçün 2 və daha artıq qrammatik əsası olmalıdır. Yəni baxaq, artırar kim? Söhbət o. O zaman baxırıq. Qayıdıb vətənində işləyər yenə o. Yəni eyni mübtədəyə aiddir. Birləri çıxırıq, lazım deyil. Atası arzusuna çatar. Çatar kim? Atası. Bəli, başqa bir mübtədə yaranmış olacaq əgər cümləni buraya əlavə etsək. Buna görə də ayrı-ayrı mübtədə və ayrı-ayrı xəbərləri olacaq. İkini götürürük. Elə orada bir iş tapıb işləyər. İşləyər. Yenə söhbət o işləyər, o artırar. Yəni həmcins olur. 3-də deyil. 3-ləri də çıxırıq. 4-də baxaq. Biliyi xalqına gərəkli olar. Deməli, gərəkli olar nə? Nə gərəkli olar? Əlbəttə ki, biliyi. Yəni mübtədamız var, 4-ü də götürürük. Doğru cavab variantı 2, 4, Y variantıdır. 1-ə baxaq, 5-ə baxaq. Savadı ilə hamını təəccübləndirər. Təəccübləndirər, yenə də o təəccübləndirər, təhsil o artırar. Amma savadı ilə nə ilə? Bu isə əlbəttə ki, tamamlıq olur. O zaman doğru cavabımız 2, 4, Y variantı.